Heç ağlıma gəlməzdi ki, mən nə vaxtsa dovşan əti bişirə bilərəm. Bəli, bu dovşanı mənə pay verməyənə qədər. Ovlanmış çöl dovşanıdır, erkək dovşandır. Bir gecə suda saxladıqdan sonra yaxşı yuyuram, duzluyuram, istiyotduyuram. Pəhriz və sağlam qidalanmada ən yüngül, ən dəyərli ətlərdən biridir. Çünki yağsız və xolesterinsiz bir ət sayılır. Ürək-damar problemləri olanlar üçün çox yaxşı seçimdir. Əzələ qurulması və toxumaların bərpasına çox yaxşı kömək edir. Toyuq və hinduşka ətindən də yüksək keyfiyyətli proteinə malikdir. Mədəsi həssas olanlar, uşaq və yaşlılar üçün çox uyğundur. Xüsusilə B qrup vitaminlərlə, dəmir, fosfor, selin və kaliumla zəngindir. Dovşanlar sürətli böyüdüyü üçün, az yemlə təbii qidalandığı üçün əti də çox təmizdir. Duzlanma, istiyotlanma prosesi bitdikdən sonra əti bir neçə dəfə yağlı kağıza, bir neçə dəfə də alüminium folqaya bütdüm. Yaxşı-yaxşı hər yerini bağladıqdan sonra soba listinə qoyub üzərinə filtr suyu tökürəm. Bunu edirik ki, sobada quru şəkildə yanmasın və 200 dərəcəlik sobaya 3 saatlığına yollayırıq. 3 saat ərzində təbii ki, su çəkilə bilər, ona görə də hərdən nəzarət edin. Əgər su bitibsə mütləq əlavə etmək lazımdır. Və 3 saatdan sonra açırıq, ətimizə baxırıq. Çox möhtəşəm bişibdir, yumşaqdır, ət sümükdən aralanır. Dadı isə deyim sizə ki, hansısa bir quş ətini xatırlatdı. Hinduşka, qaz, ördək ətlərinə bənzətdim hardasa. Mən də elə yanına ləvəngi topları hazırlamışdım. Belə ikisi bir yerdə yeyildikdə tam yerinə düşdü. Belə əziz izləyicilər, bəs siz dovşan əti yemisiniz? Siz hansı üsulla bişirirsiniz? Şərhlərdə sizi gözləyirəm. Postu bəyənərək abunə olmağı da unutmayın.